Mən Abdullayev Elvan Qədəmədoğlu, Astara rayon Akkörpü kəndinin sakiniyəm. Burada bir məsələ var. Biz də buradan üst tutub sizdən xahiş eləmək istəyirəm ki, bu məsələ ilə bağlı dövlət qurum tərəfindən bizə köməklik eləsinlər. Deməli, bizim Astara rayon bu Akkörpü kənd tam orta məktəbin həyətindən deməli, kafenin bir dənə ayaqolunu gətirib tikiblər düz bizim məktəbin elə bir ki 2 metr məsafəsindən kafenin ayaqolunu gəlib məktəbin ərazisindən tikiblər. Yəni bu da düzgün deyil. Sabah mənim balalarım toya, mənim uşaqlarım məsələn tualetə gedəndə çünki o biri tərəfdə də kafedə milyon cür məsələn turistlər var. Bunlar gəlib o biri tərəfindən girəcəklər turistlər, yuxarı tərəflərlə girəcək məsələn mənim uşağım. Yəni bu düzgünlük deyil. Biz də buradan üst tutub dövlətimizdən xahiş eləmək istəyirik ki, bu məsələ ilə bağlı bizə köməklik eləyərsiniz. Yəni bu heç bir düzgünlük deyil bu. Yəni bu məktəbin ayaqolu, kafenin ayaqolu məsələn 2 metr məsafə, 3 metr məsafəsinin arasında olanda bu düzgünlük deyil. Nə çapar zabur olsaydı biz bilərdik ki, hə, yəni zaburdur da bunu başa düşürük. Nə zabur var, nə bir şey yox. Məktəbin çəpərəsi buna 2 il düz o kafenin yanında idi. O 2 il ərzində o çəpəri gətirib qoyublar yuxarı tərəfdə, lap məktəbin ərazisində. İndi ayaqolunu da gətiriblər, məktəbin çəpərinin yanında tikiblər. Elə bir ki, məktəbin ayaqolunun, kafenin ayaqolunun yəni məsafəsi heç orada 3-4 metrdə deyil. Yəni düz gəlib salıblar. Biz də xahiş eləmək istəyirik ki, bu məsələ ilə bağlı siz bizə köməklik eləyərsiniz.